Valeri Belinki 92-ci ildə Nazim Hüseynov Olimpiya çempionu da mən onları yola saldım olimpiyadaya. Olimpiyadadan da qarşıladım. Belinki də Dinamo yetirməsi olub. Belinki şkola gimnastikanın yetirməsi olub. Amma heç kim bilmir, Dinamo'nun birinci mərtəbədə gimnastika zalı var idi. Hə, o vaxtlar şkola gimnastikan. Valeri Belinki 4 dəfə dünya çempionudur. Olimpiya çempionudur. Yəni, bilirsiniz necədir? Mən sizə deyim də, o insan, bəlkə də, bizə necə deyim, yəni, o insan dəyişilməyib. 92-ci ildə necə idisə, o da elə də var. Allah şükür, indi... Hər ildə gəlir, elə eyni adamdır. Hər il bir həftəlik gəlir Bakıya, o da biz nəyə görə gəlir? Yaxınlarda da gəlmiş. Bu yaxınlarda o biz nəyə görə gəlir? O gəlir bu dəqiq uşağına görə. Uşağı tanımalıdır ki, bunun vətəni Azərbaycandır. Gətirir uşağın görsədir, qonşuların görsədir, harada böyüyübdür, apardıq Yanardağa. Вот священная земля. Сюда даже приходили сити на караваны. Ya aparırıq muzeylərə, yəni ki, uşaq böyümə, mənim atam aparıb.